1917-ci ildən sonra Rusiyanın paytaxtı Moskvaya nəhəng dərin yeraltı krallıq miras qalıb. Metronun tikintisi ilə o genişlənib və gizli tunellər, komanda məntəqələri, bomba sığınacaqları və hətta gəmilər üçün yanalma körpüləri olan ərazilər ərsəyə gətirilib. İlkin Nəcəf yazır ki, bütün bu xüsusi obyektlər dövlət sirri təsnifatına daxildir. Onların arasında Yosif Stalinin bunkeri də var. Bəziləri məxfilikdən çıxarılıb, digərlərinə hələ də giriş qadağandır. 1937 və 1940-cı illərdə metro tikintisi ilə məşğul olan dövlət strukturu Kirovskaya metro stansiyasının yaxınlığında gizli yeraltı xüsusi təyinatlı obyektlər tikib. Hava hücumundan müdafiə qərargahı və Siren Xalq Daxili İşlər Komissarlığının komanda məntəqəsi burada yerləşib. Müharibənin başlaması ilə baş qərargah buraya köçüb. Obyektin bir neçə mərtəbəsi olub. Onun ən aşağı nöqtəsi 70 metr dərinlikdə yerləşib. Qatarlar isə orada dayanmayıb. Platforma hündür divarla hasarlanıb. Onun arxasında Stalin üçün iş otağı və yer kürəsinin istənilən nöqtəsi ilə əlaqə yaratmaq üçün rabitə qovşağı qurulub. Burada Dövlət Müdafiə Komitəsinin iclasları keçirilib və Stalin hava hücumundan müdafiə komandanlığına gedən gizli şaxtadan keçərək buraya gəlib. 1942-ci ilin martına qədər 15 metr dərinlikdə Stalinin Kuntsevoda yerləşən bağının yaxınlığında başqa bir kiçik, lakin çox yaxşı qorunan bunker tikilib. Moskvada Müdafiə Nazirliyinin Myasnitskayadakı hazırki ictimai qəbul şöbəsindən başlayan yol Kremlin altından keçərək bağa qədər davam edib. Hər iki bunker hazırda giriş üçün bağlıdır. Burada Stalin general otağında palıd və ağcaqayın ağacı ilə bəzədilmiş geniş kabinetdə Dövlət Müdafiə Komitəsinin iclaslarını keçirib. Yeri gəlmişkən 1953-cü ildə Kuntsevo metrosunun meydana çıxması ilə əlaqədar Ploshad Revolyusiya Kiyev metro xəttinin dublikat hissəsi istifadəyə verilib. Taganka rayonunda 1950-ci illərdə soyuq müharibə zamanı nüvə zərbəsindən Sovet hökumətinin qorunması üçün tikilmiş bunker hazırda muzeydir. Orada ekskursiyada olan şəxslərə nüvə və termonüvə partlayışları haqqında təbliğat filmi nümayiş etdirilir. İçəri girmək üçün hərbi hissənin girişinə bənzər ulduzlu adi bir darvazadan keçmək lazımdır. Bir vaxtlar burada yüzlərlə insan işləyib və həyat öz axarı ilə davam edib. Ərazidə döyüş raketləri hər zaman hazır vəziyyətdə olub. 1951-ci ildə Stalin şəxsi sifarişi ilə layihələndirilmiş, lakin yalnız 1956-cı ildə tamamlanan Rabitə Nazirliyinin yeraltı teleqraf idarəsi də burada yerləşib. Qeyd edək ki, Taganka yaxınlığındakı bunker uzun müddət rabitə məntəqəsi olaraq qalıb və yeraltı idarədə 2500 nəfər işləyib. Yalnız 1980-ci illərin sonlarında tərk edilən bunkerə getmək üçün 60 metr dərinliyə inmək lazımdır. Tozlu tunellər rəsmi otaqlardan daha çox yardımçı tikililərə bənzəyir. Zəif işıqlandırma, dəmir pilləkənlər, asılmış naqillər və kommunal borular. İki filmin çəkildiyi ərazidə 5000 insan 6 ay tam qida ilə yaşaya bilər. Daha bir yeraltı şəhər İzmailova ərazisində 1930-cu illərdə rekord müddətə inşa edilib. O rəhbərliyi üçün ehtiyat komanda məntəqəsi kimi nəzərdə tutulub. Tikintiyə şəxsən Lavrenti Beriya rəhbərlik edib və məşhur ifadəni səsləndirib. Yeraltı hər şey mənimdir. Ona Stalinin şəxsi mühafizəsinin rəisi general Vlasov kömək edib. Bunker 120 min tamaşaçı tutunan malik nəhəng Stalinets stadionun altında olub. Orada isə lider üçün iclas otağı, ofis, istirahət otağı və mühafizə üçün 500-ə yaxın döyüş tankı olub. Stadionun altından Kreml və Skolniki metro stansiyasına gedən 2 avtomobil tuneli tikilib. 1996-cı ildə burada Ali Baş Komandanın muzeyinin ehtiyat komandanlığı yerləşir. Bütün həyatı təmin edən sistemlər işlək vəziyyətdədir. Dövlət və yerli rabitə, siqnalizasiya, liftlər, xüsusi metro xəttləri, elektrik stansiyası, kanalizasiya sistemi və s. Stalin nəinki İzmaylovski bunkerinə baş çəkib, həm də 1941-ci il noyabr və dekabr aylarında orada işləyib. Stalinizm dövründə Moskvanın yeraltı bunkerlərinin hər hansının adının çəkilməsi yerin təki haqqında qanunu əsasən cinayət hesab olunub və həmin şəxs ciddi şəkildə cəzalandırılıb. Onlar Seri Xalq Daxili İşlər Komissarlığının himayəsi altında tikilib. Bəzi versiyalar var ki, inşaatçılar işləri başa çatdırdıqdan sonra öldürülüblər.